Salam dəyərli tələbələr, bu gün sizinlə rebuslar mövzusuna aid testlərin izahına baxırıq. 83-cü testin izahı belədir. Yazırıq. 10, 6, 14. 10 üstə gələk 6 bərabərdir 16. 2 çıxırıq 14. 23 üstə gələk 15 eləyir 38. Çıxırıq 2, 36. 18 üstə gələk 7, 25. Çıxırıq 2, 23. Cavab D variantı. 84-cü testin izahı da belədir. 8 vuraq 7 bərabərdir 41 ilə 15-in cəmi. Hər ikisi 56 edir. 9 vuraq 11 bərabərdir 63 üstə gələk 36. Hasil 99, cəmi də 99 edir. 6 vuraq 7 bərabərdir 18 üstə gələk x. Sual yerinə x yazdım. Yəni 42 bərabərdir 18 üstə gələk x. İkisi də tapdıqda burada 48-dən 12 çıxırıq eləyir 24. 24 də cavab D variantı. Keçirik 85-ci sualın izahına. Burada bizdə 8 çıxaq 5 çıx 7 elə bir ki, bu qıraqdakı rəqəmlərlə bu küncdəki rəqəmləri çıxırıq. 7 çıx 6 bərabərdir 3-dən çıxırıq 1 eləyir 2. 7 çıxaq 5 çıx 4 çıxaq 3 bərabər 2-dən çıxırıq 1 eləyir 1. 9 çıxaq 1 çıxaq 7 çıxaq 3 bərabərdir 8-dən çıxıram 4 eləyəcək 4. Cavab A variantı. 85-ci sualın izahına baxırıq. 86-cı sualın izahına. Burada da aşağıdakı rəqəmləri toplayırıq və bölürük 34-ə alırıq. Yazırıq belə. 30 üstə gələk 23 üstə gələk 28 üstə gələk 21 cəmin bölürük 3-ə. 102-ni bölürük 3-ə düşür 34. İkincidə 27 üstə gələk 16 üstə gələk 12 üstə gəl 11 böl 3. O da bərabərdir. Cəmi 66. 3-ə böldükdə 22. 27 üstə gələk 17 üstə gələk x. Sualın yerinə x yazaq. Üstə gələk 13 bölək 3-ə bərabərdir 24. Mötərizəni edir 57 üstə gələk x bərabərdir tənlik qaydasına keçir. 24 bıraq 3. 57 üstə gələk x bərabərdir 72. X-i də tapdıqda 72-dən çıxırıq 57. X də bərabərdir 15. Cavab D variantı. Baxırıq 87-ci sualın izahına. 87-ci sual belədir. 20 çıxaq 3-ü vururuq 4-ə. Bərabərdir 20-dən çıxırıq 12. 8 edir. 54 çıxaq 7 ilə 5-in hasili. 7-ni vururuq 5-ə. 54-dən çıxırıq 35. Eləyir 19. Və sualın yerinə x qoyaq. X çıxaq 8-i vururuq 5-ə. Bərabərdir 16. X çıxaq 40 bərabərdir 16. X də bərabərdir 40 ilə 16-nı toplayanda edir 56. Cavab edir C variantı. 88-ci sualın izahı belədir. 79 çıxaq 8-i vururuq 7-yə. Bərabərdir 79 çıxaq 56. O da düşür 13. 23. 57 çıxaq 5-i vururuq 6-ya. Bərabərdir 57 çıxaq 30 eləyir 27. Bizdə indi sualın yerinə x qoyduq. X çıxaq 9 vuraq 4 bərabərdir 29-a. X çıxaq
36 bərabərdir 29. X-i də tapdıqda 36 ilə 29-u toplayırıq, eləyir 65. Cavab B bəndi. 89-cu sualın izahı belədir. 51, 22. 51 və 22. 5 ilə 1-i toplayırıq, eləyir 6. 2 ilə 4-ünü toplayırıq, eləyir 4. Ədədimiz alınır 64. Yəni rəqəmlərinin cəmini götürdük. 34, 13. 34-ün rəqəmlərinin cəmi 7, 13-ün rəqəmlərinin cəmi 4, 74 alınır. Və 42, 30. 42-nin rəqəmlərinin cəmi 4 ilə 2, 6, 3 ilə 0-ın cəmi 3. Cavabımız 63. İyi variantı. 90-cı sualın izahına baxaq. 2, 1, 8, 6. Bizim dairələrimiz 2-ni vururuq 8-ə. 16. Cavabımız 16. 6, 2, 4, 4. 6-nı vururuq 4-ə 24. Dairələrdə cavablar verilib ayrı-ayrı. 2, 4. 8, 3, 4. Sual. 8-i 4-ə vuranda 32, 3. Deməli, bu olmalıdır 2. Cavab verir A variantı. 91-ci sualın izahı belədir. 9-u vururuq 3-ə. Üzərinə 3 gəlirik. Eləyir 30. 27-nin üçgəndə 30. 6-nı vururuq 3-ə. Üzərinə 3 gəlirik. 18-nin üstünə 3 gəldikdə 21. X-i vururuq 3-ə. Üstünə 3 gəlirik. Bərabərdir 45. Adi tənlik qaydasını həll edirik. X vuraq 3 bərabərdir 45-dən çıxıram 42. X-i də tapdıqda 42-ni 3-ə bölürük. Eləyir 14. Və sonuncu sualımız 92-ci suala baxırıq. 92-ci sualın izahı belədir. 18 ilə 14-ü toplayırıq. Bölürük 4-ə. 32-ni 4-ə bölürük 8. 22 üstə gələk 34. Bölək 4. 56-nı 4-ə böləndə 14. 31 üstə gələk 13. Bölək 4 bərabər 44-ü bölürəm 4-ə eləyir 11.